آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Et-ta'rifu ve tenkir, mərifə və nəkirəli. Bildiyimiz kimi ərəb dilində bəzi sözlər mərifədir, bəzi nəkirədir. Mərifələr də bir dəfə ələm olur, bir dəfə ismi işarə olur, bir dəfə ismi mövsul olur, bir dəfə zəmir olur, nə olur. Qrammatikada oxumuşdu. Biz deyir bəlağət nöqtəsinə yanaşaq. Qrammatikada bildik, bu mərifə isimdir, bu nəkirə isimdir. Bəs bəlaği nöqtələri harda olur? Niyə görə məsələn bəzi hallarda adı gətirmir, onun əvəzinə ismi işarə işlədir. Adı gətirmir yerinə nə bilim zəmir işlədir. Bəzi hallarda zəmir işlətməli olduğu halda adın özünü çıxardıb qoyur cümləyə. Bəlaği nöqtələri harasındadır? Tərif və tənkirdə o bəlaği incə nöqtələr harasındadır? Aydın oldu nə istəyirik? Nəfsərdən danışmırıq. Hansı mərifət, hansı nəkirədir? Bildik, mərifə nəkirəni orada öyrənmişik. Bəlaği nöqtələri harasındadır ki, bəzi hallarda məsələn ad demək məsələn demirəm huvə. Niyə huvə dedim, adını çəkmədim? Aydın oldu nə üçün deyirik? Ət-ta'rifu və tənkir, mərifə və nəkirəli və onun bəlaği nöqtələri, yəni qrammatik cəhətdən işimiz yoxdur. Bəlaği nöqtələrini istəyir araşdıraq. Deyir ki, ət-ta'rifu ləmmə kanə li kulli növ'in min ənva'i tərif nukatun və i'tibarat. Bu baxımdan ki, tərif və hər bir tərifin, yəni tərifin müxtəlif növlərinin incə, zərif bir nöqtələri vardır, bəlaği nöqtələri vardır. Məxsusətun bi, həmən o mərifənin özünə məxsusdur. Ələm ki, deyə mərifənin bir növüdür, özünə məxsus xüsusiyyətləri vardır. Nə bilim, zəmir ki, bir mərifədən də özünə xüsusiyyət vardır. İsmi işarəsi, ismi mövsul, hərəsinin özünə uyğun bir özəllikləri var. İstəyir onu araşdıraq. Nasəbə ən yuqədə li kulli vahidin minha bəhthun müstəqil. Ona görə münasib olur ki, bəlağət elmində bunların hər biri ilə, yəni mərifəliyin hər bir növü ilə ayrı-ayrılığa tanış olaq ki, niyə görə ərəb dilində məsələn bu cür istifadə edirlər. Ət-ta'rifu bil-idmar. Niyə görə bəzi hallarda zəmirlə mərifələşdiririk? Amma hansı ki, eləyə bilərdik, zəmirin şəxsin özünü də qoya bilərdim. Huvə demədən özüm Zeyd. Niyə huvə dedim? Məsələn, sən adın məsələn Cəfər dedim, ya Cəfər. Niyə deyirəm əntə? Niyə zəmir qoydum yerinə? Xülasə, zəmirlə tərif eləmək, damir vasitəsilə mərifələşdirmək, o incə nöqtəsi harasındadır? Vəl-i'tibaru da'i ilə zəlik, o etibaru səbəb ki, vadar eləyir bəlağət alimin, ya məsələn şairi, ədəbi o ilə vadar eləyir ki, zəmirdən istifadə eləsin. Kavnul məqam, məqam-ı hikayəti təkəllüm. Əvil xitab, əvil qeybə. Çünki məqam elə bir məqamdır ki, mütəkəllim hekayət məqamındadır, yaxud da ki, müxatəbinə nəsə bir şey çatdırmaq istəyir, yaxud da eyni zamanda qeybətdən də məsələn nəsə danışmaq istəyir. Və qəd ictəmətil məqamat-ı sələsə fi qavli təala. Deyir, məsələn, aşağıdakı Allah Mütəalın bu ayəsində bu üç məqamın üçü də cəmləşibdir. Qalə, İnnəmə ənə rəsulu rəbbiki li əhəbə ləkiğulamən zəkiyyən. Həzrət Cəbrayil əleyhissalam gəldi durdu, Həzrət Məryəm əleyhissalamın müqabilində insan şəkili aldı, fətəməssələ ləhə bəşərən səviyyə Quran deyir. Normal bir insan şəkili aldı, üçün Cəbrayil əleyhissalam öz şəklində görsəydi, bağrı çatlayardı Məryəm əleyhissalamın. Ən böyük ruh ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin ruhudur, onun təhəmmülü yoxdur. Deyir ki, mən 2 dəfə Cəbraili öz həqiqəti ilə gördüm, ən ağır vəhiylərdən oldu mənim üçün. Peyğəmbər 2 dəfə öz həqiqəti ilə Cəbrail göstərdi özün mənə. Qalan vaxtlarda Peyğəmbərlə də insan şəklində görüşərdi. Xüsusən də Dəhiyyətil Kəlbi formasında rivayətlərdə var ki, Dəhiyyət ibn Kəlbi Mədinədə bir xoş simalı göyçək bir cavanıdır. Adətən onun formasında Peyğəmbərlə görüşərdi. Gəldi Həzrət Cəbrail əleyhissalam xanım Məryəm əleyhissalamın qabağında fətəməssələ ləhə bəşərən səviyyə Qurandakı açıq-aşkar bir insan forması aldı. Qalə, belə dedi. İnnəmə ənə rəsulu rəbbiki. Deyir ki, Həzrət Cəbrail əleyhissalam ki, ənə özündən danışır. Mən rəsulu rəbbiki, sənin Rəbbinin elçisiyəm. Li əhəbə ləki, sənə hədiyyə eləməyə gəlmişəm, qulamən zəkiyyən, həmin o qulamı.
həm özündən danışır, özü mən. Sən Məryəm əleyhissalam, Allah və həmin o verəcəyi İsa əleyhissalam da qeybdədir. Yəni 3 dənə zəmiri birləşdirib. Mən, sən, o. Mən, sən, o. Qalə innəmə ənə rəsulu Rəbbiki li əhəbə ləkiğulamən zəkiyyən. Heyfidir, birdən ağlıma gəldi. Bəzən o nöqtələr insanda sonradan dərsdə olan bəzi nöqtələr sonra yaşa dolduqca öz təsirini qoyur. Həzrət Cəbrail əleyhissalam Peyğəmbərə görsənməsi barəsində maraqlı bir qissə vardı, hekayə vardı. İmam Sadiq əleyhissalam onu bəlkə. İki Peyğəmbər adətən vəhiy qəbul edəndə dedi ki, Dəhiyyət ibn Kəlbinin forma göyçək bir kişi idi, onun formasına gələrdi və İmam Həsən, İmam Hüseyn əleyhissalamla da oynayardı. Yox, üzr istəyəm. Dedi ki, Dəhiyyət Kəlbi özü tez-tez gələrdi Peyğəmbərin yanına və bəzi hallarda Cəbrail əleyhissalam onun formasında gələrdi. Və Dəhiyyədə hər dəfə gələndə cibinə indi xurma qoyurdu, nə bilim şirin şey qoyurdu, nəsə qoyurdu, almadan, heyvan nəsə bir şey. İmam Həsən, İmam Hüseyn əleyhissalamla oynadırdı, onlara hədiyyə verirdi. Balaca uşaqda 2 yaşları, 3 yaşları var belə. Bir gün sizdə Cəbrail əleyhissalam Dəhiyyənin formasına gəldi. Uşaqlar gəldi babasının yanına, gördülər ki, Dəhiyyə oturub. Elə bilirlər ki, əsl Dəhiyyədir, yəni Mədinəli Dəhiyyədir. Biri atıldı boynuna, bu qucağına nə bilim xurma ver, alma ver nəsə. Gündə oynadığı adam da elə bir. Cəbrail əleyhissalam bildi uşaqlar qarışdırıblar. Əl atdı cənnətdən 3 dənə meyvə qopartdı. Biri alma, biri nar, biri heyva. Verdi uşaqlara. Peyğəmbər bildi cənnətdən gələn meyvələrdir. İmam Həsən dedi ki, gedin evdə olun, ata-ananızın yanında, mən də gələcəm birazdan. Nəsə uşaqlar sevinəsinə götürdülər meyvəni, çıxdılar, getdilər. Getdilər evlərinə, Peyğəmbər vəhyi qutardı, gəldi. Başlarıyla oturdular, yedilər həmən meyvə. Çünki cənnət meyvələri qutaran şey deyil. Cənnət meyvələri yedikcə həmən şey qalacaqdı. Həzrət buyurur ki, bəlkə də İmam Səccad əleyhissalamla da elə biləm, rivayət səhv eləmirəmsə, Həzrət buyurur, nə qədər ki, nənəm Zəhra salamü əleyhə sağdı, meyvələr üçü də yerində idi. Elə ki, nənəm Zəhra dünyasını dəyişdi, nar yoxa çıxdı. Sonra deyir, elə ki, cəddim Əli əleyhissalam dünyasını dəyişdi, heyva yoxa çıxdı. Amma həmin alma ta Kərbəla günü, Aşura gününə qədər atam İmam Hüseyn əleyhissalamın yanındaydı. Hər zaman ətəş qalib gələrdisə, o almadan iyilirdi ya dişləyirdi, o ətəş biraz keçirdi. Elə ki, atam şəhid oldu, o almada yoxa çıxdı. Sonra mənə maraqlı olan bu hissəsidir, baxıncı nöqtəsi. Bu ki, hər kəs bizim xalis şiələrimiz olarlarsa, zahirən qiyamətə qədər hamıya aid eləyir. Sübh çağı, belə deyək, yəni o sübh azanı vaxtında Kərbəlaya daxil olarsa, həmən almanın qoxusunu duya bilər. Oradan getməyəcək, qiyamətə qədər sanki qalacaq orada. Atam şəhid olan o almada yoxa çıxdı. Salavat deyə Peyğəmbər var. Allahümme salli ala Muhammed və ala. Nəysə, haradan hara gəldi? Qalə innəmə ənə rəsulü Rəbbiki li əhəbə ləkiğulamən zəkiyyə. Mən sənin Rəbbinin göndərdiyi elçisiyəm, gəlmişəm sənə İsa əleyhissalam, oğlan uşağın verəm. Və haqqul xitab ən yəkuna mə muxatabin müəyyən. Deyir ki, zəmirlə, nədir? Haqqul xitab. Deyir ki, xitabın həqiqəti budur ki, ən yəkuna mə muxatabin müəyyən. Müəyyən bir qarşında duran adamla danışırsan. Və qəd yutrəku ilə qeyrih. Bəzi hallarda tərk olunur başqasına tərəf. Qəsdən ilə tə'mimi əl-xitab. Xitabı yönətmək üçün. Deyir ki, əsl budur ki, bir nəfərə xitab eləyəndə onun özünə aid olan şeylərdən danışasan. Əsl budur da. Deyirəm ki, sən filan şey belə elədin, filan kəs sənə bu cür elədi, o belə elədi, bu elədi. Sənin özün barəsində. Bir dəfə də danışıram, xitabı sənə yönəldirəm, məqsədim başqalarıdır. Deyirəm ki, o filan kəslə oturdur etmə. O çox alçaq adamdır. O demək deyir ki, səndən danışıram. Sən də olsun, eyni sözü deyəcəkdim. Yəni, qızım sənə deyirəm, gəlinim sən eşit babından. Bəzən xitab deyir, müxatəbə yönəldirsən, məqsədin sənədir, başqalarıdır. Biz deyirik, qızım sənə deyirəm, gəlinim sən eşit. Ərəblərdə o məsələdir ki, İyyaki ə'ni və əsmə'i ya carəti. Sənə deyirəm, qonşum, yəni qonşu arvad, sən dinləyinəm. İmam Sadiq əleyhissalam buyurur ki, Quran-ı Kərimin bir hissəsi İyyaki ə'ni və əsmə'i ya carəti ünvanında nazil olur. Düzdür, xitablar Peyğəmbərədir. Amma əslində ümmətə idi. Ləyin əşrəktə ləyəhbətannə əməluk. Əgər sən şirk etsən, sən əməllər yanar. Nəuzbillah, haşa, Peyğəmbər də şirk edir, onda yerdə kim qaldı? Onda tohid əhli qalmazdı ki. Düzdür? Yəni, qızım sənə deyirəm, gəlinim, sən eşit babına. Yəni, hər kim olursa olsun,
Əgər peyğəmbər bu simada, bu sifətdəsə, hamıya aid. Əgər kim şirk eləsə, onun əməlləri yanar. Əslində xitab o cürdür ki, qarşı tərəfinə danışırsan, amma əslində qarşı tərəfə demirsən, ümumiləşdirirsən. Kəma təqul, məsələn belə deyirsən, fulanun ləimun, filan kəs çox alçaq adamdır, şərəfsiz adamdır, ləyaqətsiz adamdır. Ləim bilsin nə deyirlər? Deyirlər ki, insan i'ta məqamında 4 mərhələdə ola bilər. Kərim olur, səxi olur, bəxil olur, ləim olur. Kərim odur ki, özü yeməz, başqasını yedirdər. Səxi odur ki, özü də yer, başqasına da verər. Bəxil odur ki, özü yer, başqasına verməz. Ləyim odur ki, nə özü yer, nə başqasına yedirdər. Köpək oğlunun dalayağı. Xəbizun, o kulminasiya nöqtəsi. Deyir ki, məsələn desən, filanun ləimu, yəni alçağın alçağıdır. Filan kəs ləimdir. İn əkrəmtəhu əhanək. Əgər sana yaxşılıq eləsən, o sənə pislik eləcək. Və in əhsəntə ilək əsa iləyk. Əgər sən onu əzizləsən, o sənə ihanət edəcək. Əgər sana yaxşılıq eləsən, o sənə pislik eləyəcək. Necə ki, Əhl-i Beyt əleyhissalam əksər demək olar ki, o düşmənləri bu gün deydilər. Hər nə qədər imamlar olar yaxşı elədi, bir o qədər pislik gördü onlardan. Yəni, fəla turidu muxatabən bi'eynihi. Qəsdində bu da həmən şəxsin özündən danışmadı. İstəyirsən həmən şəxsi başa salasan. Yəni, demirsən, yəni sənə ya pislik eləcək. Yəni, sən ya başqası, hamıya aiddir. Qəsdən ilə ənə su muamiləti la təxtəssu bi vahidin duna axar. İstəyirsən başa salasan ki, bunun bu pis muamiləsi təkcə bir adama aid deyil. Buna da, sənə də aid ola bilər, başqasına da. Və hadən nəmat minəl istimal kəsirun fil Quranil Kərim. Bu cür istimallar Quranda həddən artıq çoxdur. Və minhu qavlu Teala. Həmən o ayələrdən biri də budur. Vələv təra. Təranın faili kimdir? Əntə. Yəni, ya Peyğəmbər fəqət sən, ya hamı. Düzdür, xitab Peyğəmbərədir. Ya Rəsulallah, əntə təra. Amma əntə təra, mən də, hamımıza aiddir. Deyir ki, vələv təra izil mucrimunə nəkisu ruusihim ində rabbihim. O zaman ki, sən günahkarları görəcəksən ki, utandığından ya peşmançılığından başlarını aşağı salırlar Rəblərinin qabağında. Vələv tərə tək Peyğəmbərə aid deyil ki, bütün məhşər əhli görəcək ki, günahkarlar necə xəcildilər və necə bədbəxt formasında başlarını aşağı salıblar. Qəsdən ilə təfzihi halil mucrimin. Belə ki, istəyir bu ayə bizim üçün təsvir eləsin mücrimlərin, cinayətkarların halın. Onların fəzi, yəni çox pis, qorxulu halın. Və ənəha qəd bələğət minəz-zuhur. Belə bir halda o qədər zahir olacaq ki, onların o bədbəxtliyi ilə həythu yəmtəni xəfauha. Belə ki, onlar öz o halətdən gizlədə bilməyəcəklər, mumtəni olacaq. Fəla təxtəssu biha ruyət ra'in dun axar. Nəinki demək istəyir ki, yəni sən görəcəksən, başqaları görməyəcək. Sən də görəcəksən, hamı da görəcək. Amma xitab yönəlib sənə, əntəyə, vələv tərə, yəni əntə. Fəla təxtəssu biha ruyət ra'in dun axar. Nəinki də həmən haləti görmək bir görənə aid olacaq, başqaları görməyəcəklər, yox. Elə bütün hamısına aiddir. Bəl kullu mən yətəəttə minhu rüyə. Bəlkə hər kəsdən ki, görmək qabiliyyəti və təəttə yəni yumkin. Təətti yəni imkan. Bəl kullu mən yətəəttə minhu rüyə. Hər kəsdən ki, rüyə görmək mümkündürsə, onun hamısı görəcək ki, mücrimlər, cinayətkarlar necə başı aşağı bədbəxt formasında o məhkəmədə dayanıblar. Ləhu mədğəlun fi hadəl xitab. Yəni görmək qabiliyyətində olan hər şəxs bu xitaba daxil, yəni xüsusi bir adamdan danışılmır. İkinci, ət-tə'rifu bil-ələm. Şəxsin ya yerin öz adını çəkir, yəni ələmlə tərif eləyirsən, adını deyirsən. Və innəmə yusaru iləyhi fi məvarid. Bir neçə yerdə şəxsin ya həmən o heyvanın ya əşyanın özün xüsusi adını çəkirsən, ələmlə tərif eləyirsən, ələmlə gətirirsən cümlədə. İzə kanəl məqamu yəstədi ihdarə şey bi'eynihi. Bismin muxtəsim bihim. O yerdə ki, həmən şəxsin adının çəkilməsi çox mühümdür və zəruridir orada, məqsəd elə odur. Allah Teala istəyir desin ki, məsələn, gəlib aynı misal varacaq, İbrahim və İsmail əleyhissalamın məqamı bizə bəyan eləsin. Orada huma deyə bilməzdi. Gəç adlarını çəkəydi. Mənim bu iki peyğəmbər o qədər əziz idi ki, mənim evimi onlar tikdilər. Ad çəkir ki, İbrahim və İsmail mənim evimin sökülmüş divarlarını qaldırdılar. Çünki orada artıq huma desə deyər, bəlkə Musa ilə İsanı deyir, məsələn. Nə bilədir kimdir? Orada qəsd eləyir ki, adların bəyan eləsin, çünki onların o ikisinin xüsusi özəlliyi bizə çatdırmaq istəyir. İzə kanəl məqamu yəstəd'i ihdarə şey bi'eynihi. İstəyir həmən şeyin özün ihzar eləsin eynən, bi ismin muxtəssin bihi, özünə xas olan adı ilə.
Ve hâzâ huvel mevridul asli la yuradu li iradil alem. La yurad diyor, li irad mensef okudum. Ve hâzâ huvel mevridul asli li iradil alem. Bu hemen o alemin il asli cümleye dahil edilmesi için esas mevrid ile budur. İrad yani avrede, yuridu irad sözünden gətirilməsi üçün əsas məqsəd budur ki, həmən şəxsin öz özəlliyi bilinsin. Və aleyhi qavlu ta'ala. Və iz yərfə'u İbrahimul qavaidə minəl beyti və İsmail. Selamullahi aleyhima. Xatırla o zamanı ki, İbrahim və İsmail mənim evimin, yəni Kəbənin divarlarını qaldırdılar. Bizim ustadlardan biri vardı. Deyir ki, bir tələbə olur qumda. O vaxtda 40-50 bundan qabağın sözdür. Qəvaid kitabı itər. Ondan soruşar, bundan soruşar. Kitab yoxdur. Qəvaiddə qəvaid-i fikiyyə məsələn. Adətən qəvaiddə fikir qaydalarını nəzərdə tutulur. Yəni qoyub istixarə edeyim, açır deyim və yərfə İbrahimul qavaidə. O zaman ki, qəvaidi İbrahim qaldırdı, İbrahim götürdü. Gedir məzəmə bir otaqda ki, İbrahim, mənim qəvaidim səndən deyirəm. Və iz yərfə'u İbrahimul qavaidə. O zaman ki, İbrahim və İsmail qavaidini, Kəbənin o bünövrəsini qaldırdılar. Əslində Kəbə Adəm əleyhissalamdan qabaqdan vardı. Zürarə rıdvanullahi aleyh, İmam Sadiq əleyhissalam buyurur ki, ağa, 40 ilə yaxında mən sənin qabağında tələbəyəm və 40 ilə yaxında bu həccin hökmlərini soruşuram. Qutarmadı bu həccin hökmləri. Nə uzunluq oldu bu həccin hökmləri? 40 ildir mən soruşuram, sənə cavab versən. Qutarmadı. Ey Zürarə, bir ev ki onun ziyarətinə Adəm əleyhissalamdan 2000 il əvvəldən gəlirdilər. Onun məsələsini 40 ilə qutarmağını gözləyirsən. Və rivayətdə zahirən səhih rivayətdir, mötəbər rivayətdir. O ev ki onun ziyarətinə Adəmdən əvvəl 2000 il əvvəldən gəlirdilər. Onun məsələsini istəsən 40 ilə qutarsın. Demək onda Kəbə Adəmdən də qabaq var idi. O bizə bənzər insanlar, insana bənzər məxluqlar ziyarət eləyirdi, mələklər gəlirdi, cinlər gəlirdi. İmam demir nə idi? O deyir ki, Adəmdən əvvəl 2000 ildən öncədən ziyarətə gələn evin istəyirsən ki, məsələsi 40 ilə qutarsın. Nəysə. Və iz yərfə'u İbrahimul qavaidə minəl beyti və İsmail. O zaman ki, İbrahim və İsmail beyti qaldırdılar. İstəyir ki, İbrahim və İsmail əleyhissalam adı zikr olunsun ki, tarixə düşsün ki, bu Kəbə dağılandan sonra bu iki kişi Kəbəni düzəltdilər. İkincisi, İzâ kânel məqam yəstədi tə'zîmən əv təhqirən və ihanətən. İndi bir dəfə də sən istəyirsən ki, yəni danışan mütəkəllim istəyir ki, qarşı tərəfin adını çəkəcək şəxsi ya təzim eləsin, əzizləsin, onun böyüklüyünü bildirsin və yaxud da təhqir eləsin, onun da adını çəksin, huvə ilə yox. Vəl-ələm salihun ləhuma, adını çəkmək, qəsd edib bunu alçaltmaq ya yüksəltmək, ələmin yeri var orada. Xüsusən əl-kuna vəl-əlqab min. Xüsusən də ki, əgər ləqəb və kunyələrdən istifadə olunarsa. Təbbət yəda əbi ləhəbin və təbb. Elədir? Allah Teala Quran-ı Kərimdə Peyğəmbər zamanında 3 nəfərin adını çəkibdir. Ondan qalan heç kəsin adı yoxdur. Biri özüdür, Muhammed sallallahu aleyhi ve sellem. Biri oğulluğu Zeyddir, Zeyd ibn Harisə. Nə demişdi Zeyd barəsində? Fələmmə qazza Zeydun minhə vataran zavvəcnəkə. O zaman ki Zeyd arvadını boşadı, yəni Zeynəbi boşadı, onu sən arvad elədi. Bir də ki Əbu Ləhəb. Bu 3 nəfərdən başqa Peyğəmbər əslində yaşayan heç kəsin adı yoxdur Quranda. Peyğəmbərin öz adıdır, oğulluğu Zeydin adıdır, bir də ki əmisi Əbu Ləhəbin adıdır. Əbu Ləhəbin adı nə idi? Əbdülüzzə. Quran isə bir də təhqir etmək üçün nə inir ona? Ləqəb qoşur. Od atası, Əbu Ləhəb. Əgər birdən məsələn desəydi huvə, məsələn təbbət yədahu deməzdi kim? Nəuzubillah məsələn deyə görürsə Həmzədən danışırdı, nə bilim deyə Qeydəqdən danışır, filan kəsdən var, Əbu Ləhəb. Təbbət yəda Əbi Ləhəbin. Elədir? Əgər bir nəfəri təzim eləmək istəyirsən, ya da təhqir eləmək istəyirsən, onda gərək adın zikr edilən daha yerinə düşür. Xüsusən də o adın yerinə əgər künyə və ləqəbdən istifadə olunarsa, İlâ qeyri zâlikə minən nükat əlləti tu'raf min siyaqil kəlamın siyaqından başa düşülür və qərainil əhval. Üçüncü, ət-tərif bismil işarə. İsmi işarədən istifadə eləmək. Harda məsələn deyək ki, zâlikədən, ulaikədən, nə bilim deyək, hâzâ, hâzihi, zânikə, zəynikə, bu şeylər tilkə, tanikə. Bu şeylər harda istifadə olunur? Və nükat əd-da'iyə ilə zâlikə kəsirətun əhəmmuhə. Deyək ki, kəsirətundan sonra nə deyim? Əhəmmuha deyim ya əhəmməha deyim.
Vən-nukatu da'iyyətu ilə zəlikə kəsirətun. İrabını oxuyayım. Əhəmmuha, əhəmməha, əhəmmiha. Niyə? Yox. Zahirən bədəldir. Ona görə kəsirətundursa əhəmmuha olar. İlə zalikədən olsaydı, onda mümkün deyil əhəmmiha deyil. Amma o kəsirətun orada mübtədadır. Vən-nukatu xəbərdir. Vən-nukatu kəsirətun. Kəsirətun xəbərdir, əhəmmuha da onun bədəli olacaq. Dammen olacaq. Deyir ki, ismi işarədə o yerdə işlənər ki, birincisi, istəyirsən ki, işarə elədiyi aşağı nədir? Yaxın ismi işarə, yaxınlıq ismi işarəsi işlətmənin, qərib ismi işarəsi işlətmənin aşağılayasan. Məsələn, ən yəqsudə təhqirəl müşariləhi bil qurb, kəqavlihi ta'ala. Məsələn, Allah-u Teala Quranda bu şeydən istifadə edibdir. Hekayətən ənil kuffar, kafirlərdən hikayət edən zaman bu cür deyir. Və izə rəəvkə, elə ki onlar səni gördülər, in yəttəxizunəkə illə huzuvə. Onlar səni yalnız istehza edəcək, məsxər edəcək. Huzuv yəni istehza edəcəklər. Onlar səni görən zaman yalnız səndən istehza edəcəklər, səndən məzələnəcəklər, məsxərə eləyəcəklər. Nə deyəcəklər? Əhəzəlləzi bə'səllahu rəsul. Əhəzəlləzi. Bunu Allah Teala Peyğəmbər göndərib bizə. Əhəzə. Deyir ki, kafirlər səni aşağılamaq üçün belə deyir. Əhəzə bu yaxın. Hətta yanlarında olmasan belə deyir. Əhəzə. Sən öz evində oturursan, öz məclislərində oturur, deyir. Əhəzəlləzi bə'sə iləynə rəsulə. Bunu bizim üçün Peyğəmbər göndəriblər. İstəyir ki, haza deməklə yaxınlaşdırma neynəsinlər? Təhqir eləsinlər, aşağılasınlar. Bəzi hallarda deyir ki, ismi işarəni yaxını uzaqlaşdırmaq üçün təzim verərlər. Məsələn, zalikə, məsələn, əlif lam mim, zalikəl kitabu la reybə fihi. O kitab. Kitab qabağımdadır, oxuyuram. Düzdür, neçə təfsir edir ki, zalikəl kitabdan Allah yanında olan kitab necə? Xülasə, məşhur və məruf təfsirlərdən biri budur. Zalikə orada nədir? Təzim üçündür. Uzağa aparan əl çatmazlıq bilir ki, uzaqda əl çatmaz onun həqiqəti. Demək, əgər haza deyəndə mümkün təhqir üçün olur. Zalikə deyəndə nə olur? Uzaq üçün olanda bir əzəmət bəxş eləyir cümləyə. Ən yəqsudə təzim bil bu'd. Kəqavli Teala hikayətən imrətil əziz. Züleyxa o oyunları çıxardandan sonra ki, şəhərə yayıldı, qadınlar nə bilim, başladılar dedikodu eləməyə. Kinoda da görmüşsünüz, Quranda da oxumusunuz, hədislərdə də. Qadınları gətirdi orada məclis qurdu ki, Həzrət Yusuf əleyhissalam daxil olacaq onların məclisinə. Qalət, elə ki, Yusuf əleyhissalam girdi içəri, qadınlar sırayla oturublar, o da girib onların arasında keçəcəkdə. Qalət fəzalikunnəl-ləzi lumtunnəni fih. Elə ki, gözləri bərələ qaldı belə, onun gözəlliyindən, onu belə deyildi, o behcəsindən, o Allahın verdiyi o nurdan heyrətdə qaldılar. Dedi, qalət fəzalikunnə, deməliydi, fəhaza deməliydi. Qabağında da bu. O, niyə Yusufu qabağında göstərsə o deyir? İşte təzim eləsin. Qalət fəzalikunnə, bu həmən o kişidir ki, əlləzi lumtunnəni fih. Mən onun ötürü qınayırdınız ki, niyə ondan zina eləmək istəyib, niyə ondan yatmaq istəyib. İndi görünər, dözə bilirsiniz ya yox. Başladılar əllərini doğramağa. Dedi ki, bir dəfə görməklə özü doğradınız. Mənim necəsiniz ki, neçə illər məndən bir evdə girdi, çıxdı, yanımda oturdu, durdu. Körpəliyindən özüm böyüdüm. Heyfdir bu. Bir şey gəldi ağlıma deməyim. Bizim ustadlardan biri deyirdi ki, bir dənə alimlərdən demədi, hansı alim müştəhidlərdən birindən nəql edirdi. Deyir ki, bir dəfə fikirləşdiniz ki, necə oldu? Quran deyir ki, fəqatta'nə əydiyəhunnə. Qətta özdəki nədir? Çoxluğun mübaliğə, yəni bir nəfər ki, yəni çox şəkildə. Ya doğranmağın çoxluğuna işlədir, ya da hamısının çoxluğuna, ya say çoxluğuna, ya da dərin doğranmağına. Necə oldu ki, belə arvad hamısı bir dəfə arvadların əllərini doğradılar? Heç fikir verir, Quran deyir, fəqatta'nə əydiyəhunnə deyir. Necə oldu bu şey? Deyir, hə. Ustadım, özüm görməmişəm rivayətdə, ustaddan nəql edirəm. Deyir ki, elə ki, Yusuf əleyhissalam girdi içəri, bu adam əyan əşrəf arvadları, ağ paltarlar, qəşəng bahalı paltarlardır belə. Nətər keyf gəldi, eşq gəlsə bu arvadlardan birinə heyiz oldu. O, görən özünü saxlaya bilmədi, heyiz oldu, qan vurdu paltarı. Qan vurdu paltar, ağ oldu, qıpqırmızı. O gördü ki, bir abır olacaq. Bunlardan nə din edirlər, nə müşriklər Allah bilir. Amma görür ki, bu qeyri-adi bir mümin. Dedi, ey Yusuf'un Allahı.
Bu cür dedi. Ey Yusuf'un Allah. Bilir onun başqa bir Allah. Bizim Allah'dan da yox. Bizim Allah'dan fərqli Allah. Ey Yusuf'un Allahı. Məni bu biabırçılıqdan qoru. Allah da elədi. Hamısı barmaqlarını doğradılar. Tökdülər üstlərinə. O qan ittibatlı. Bilmədilər ki, o qanın heyz qanı idi. Allah Taala Yusuf'un Allahı o qadın orada biabırçılıqdan qorudu. Ustad deyərdi ki, o alim deyirdi. Deyirdi ki, əgər Yusuf'un məclisində o həmən o müşrik arvad ki vardı, o etiqadla çağırdı, Allah icabət elədi. Əgər biz müsəlmanlar o Yusuf'un məclisindəki həmən o müşrik arvad qədər imam zamanı etiqadımıza desəydik ki, ey imam zamanı Allahı, göndər imamı bizi bu biabırçılıqdan qutarsın, göndərərdi. Amma hələ o Yusuf'un arvadlarının birinin imanı çatmıyor. İmanımız ki Allah'dan istəyə bilər. Qalət fəzəlikunəl-ləzi lumtunnəni fih. Dedi, bu o. Həmən şəxsdir ki, siz məni ona görə qınayırdınız. Üçüncüsü, ən yəqsudə təmbih ində təqib əl-muşar iləyh bi əvsaf. Üçüncü, o yerdədir ki, bir sıra gözəl vəsflər gətirir, ondan sonra dalıcan təqibində ismi işarə eləyir. Ki, necə Quran-ı Kərim 2-ci səhifəsində həmən o üslubdan istifadə eləyir. Əla ənə cədirun bima yəridu bə'də ismil işarə min əcliha. Deyir ki, yeri vardı ki, bu cür vəsflərdən sonra ismi işarə gəlsin. Min hadəl bəb qovlu. Deyirsən, əlif, lam, mim. Zəlikəl kitabu la reybə fihi hudən lil-muttəqin. İndi muttəqilərin sifətini sayır. Əl-ləzinə yu'minunə bil-qayb. Onlar qeybə inanırlar. Və yuqimunəs-salat, namaz qılırlar. Və mimma rəzəqnahum yunfiqun. Onlara verdiyimiz neymətlərdən Allah bəndələrinə ruzi eləyirlər. Və-ləzinə yu'minunə bima unzilə iləyk. Onlar sənə nazil olana iman gətirirlər. Və ma unzilə min qablik, səndən qabaq nazil olan Tövrata, İncilə iman gətirirlər. Və bil-axirətihum yuqinun. Və onlar axirətə imanlıdırlar, yəqinləri vardır. Sonra ulaikə. Bütün bu vəsfləri sayandan sonra, bu gözəlliklər sayandan sonra ulaikədir. Onlar əlahudən min Rabbihim və ulaikə humul muflihun. Onlardırlar ki, hidayət üzərində və onlardırlar nicat tapanlar. Heysu əqqəbəl muşar ileyh. Belə ki, o işarə olunanları gətirdiyə də axırda ismi işarəsini gətirir ki, ulaikə, onlar. Və huvə əl-ləzinə yu'minunə, əl-ləzinə yu'minunə və onun dalicə gələnlər, bi əvsafi mütəəddə. Minəl imani bil-qeyb və iqamətis-salat və l-infaq mimma ruziqu. Thumma ərrəfəl musnədiləyh bil-işarə. Sonra həmən o musnədiləyh ki, onlar kimlərdir? Onlar. Onların nə sifəti var? Onlar hidayət üzərində və nicat tapanlardılar. Tənbihən ələ ənəl muşar iləyhim əhiqqa bima yəridu bə'də ulaik. Ona görə də işarə edir ki, o muşar iləyhlər ki vardı, əlləzinə həmən şəxslər haqları vardılar ki, bu cür insanlar Allaha yaxın bəndələr olsun, nicat tapanlar olsunlar, hidayət üzərində olsunlar. Min kavnim ələl-huda acilən. Vəl-fəvzu bil-fəlah acilən. Bu dünyada hidayət üzərində olsunlar, bu yaxın dünyamızda, uzaq ahirətdə də fəvz içində və qələbə içində, nailiyyət içində olsunlar. Min əcli ittisafin bil-əvsafil məzkurət. Bu sifətləri ki, özlərində cəm eləyiblər, haqları vardı ki, onlar Allahın sevib seçdiyi bəndələrindən olsun. İlə qeyri zalikə mimma yəstəd'ihil məqam. Hansı ki, məqam bunu çağırır və özü üçün, belə deyək də, iqtiza eləyir ki, o şeylərdən istifadə olunsun. Və yufhəm min siyaqil kəlam. Və deyir ki, o bəlağət əhli onu oxuyandan sonra, yəni belə deyir, söz içində bişmiş insanlar hiss eləyə bilər o gözəllikləri. Hələm o əldə olunan şey deyil. Necə məsələn deyir, gedirsən bir dənə qızıl oxşan şeyi ki, qızıl deyil, dərhal hər zərgər ayırt eləyə biləcək. Amma birdən çox bir dənə zərgər əlində qarışdırılmış bir şeydir. Mümkün hər zərgər də ayırt eləyə bilməyəcək. Uzun müddət o aləmdə bişmiş bir insan ayırt eləyə biləcək ki, məsələn deyir, bunda nə qədər qarışığı var ya nə edib. Yəni söz də o cürdür. Gərək bişəsən o şeyin içində, ondan sonra o gözəllikləri dərk eləyə biləsən. Niyə görə məsələn deyir, bəzi alimlər, bəzi əksər müfəssirlər məsələn deyir, bu bəlaği nöqtələr gələndə Zəməxşərdən istifadə edir. Çünki deyir ki, belə deyək də, bəlaği nöqtələrdə Zəməxşəri son dərəcə yuxarı alimdir. Carullah Zəməxşəri. Ki, bəlaği incə nöqtələr gedir. Ta ki, deyək, sözün mənasında Zəməxşəri mümkün baxmayacaqlar. Gedəcək Rağib İsfanidən, görəcək Rağib İsfani məsələn deyək, nə cür izah eləyib sözün mənasını. Amma bəlaği nöqtələri çıxartmaq üçün deyəcək Zəməxşəri məsələn təfsirinə görə Zəməxşəri necə izah eləyib bu bəlaği nöqtəni. Çünki o aləmin ən yaxşı bilicilərindəndir. Yaxud da ki, məsələn fərzən belə deyək, məsələn, bir müfəssir, Əbusan da, Əslam da məsələn fərzən deyək ki, hər ikisi büt deməkdir. Nə fərqi var ki, Quran vəsən də deyib, sənəm də deyib, nə fərqləri var? Gedəcək, məsələn, Salibinin fiqhül lüğəsinə. Çünki o aləmin bilicisi odur ki, məsələn, qədə harda deyilir, cələsə harda deyilir, zəhəbə harda deyilir, məsələn, ki, məza harda deyilir. Eyni şeylər də getdi mənada. Amma hansını harda işlədirlər? Onun mütəxəssis odur.
Hər şeyin bir mütəxəssisi var. Eləcə də bəlağət alimlərində bu cür şeylərdə bəlağət alimlərinin içində sözlərdən bir şeysən ondan sonra biləsən. Yəni mümkündür biz oxuyuruq bu sözləri üstündən keçirik. Biz o zövqü tuta bilmərik. Amma bir insan ki bir ömür bir şey onun içində dərhal onu hiss eləyə bilir ki, məsələn deyək burada zalikənin yerinə hazır qoysa şit olacaqdı cümlə. Bəzən lap özümüz də bir şeiri eşidirsən, görürsən ki, yapışmadı nəsə. Görürsən ki, məsələn başqa bir adam bir dənə şəkilçi ya bir durğu işarəsini dəyişməni görürsən söz düşdü yerinə, oturdu yerinə. Mümkündür, heç o qədər ədəbiyyatdan da başı çıxmır, amma o qədər çox qulaq ası budur, artıq zövq tapıb ona. Bunların hamısı zövqü məsələlərdir bu bəlağ nöqtələr ki, uzun-uzadı müddət bu Quran ayələrlə, hədislərlə, bu bədii ədəbi cümlələrlə işləyəsən ki, o zövq tapılsın ki, harda məsələn deyil, zəmir işlədim, harda ismi işarə işlədim, harda nə işlədim. Dördüncüsü, ət-tərifu bismil mevsul. İsmi mevsul formasında deyir ki, müərrəf eləmək. Və huvə ədəqqul ənva, əsrarən və əltəfuə nükatən. Şeyx Muindəqi deyir ki, ismi mevsuldan istifadə eləmək bəlağı cəhətdən ən sirri nöqtələrdəndir. Niyə əlləzi dedi məsələn? Niyə huvə demədi, əlləzi dedi? Və əltəfuə nükatən. Və nöqtə baxımından, o incəlik baxımından ən lətiflərindən, ən incələrindən və iləykə əhəmmuha. Deyəcəndi, məsələn, izah edeyim. Birincisi, iradətü təfxim və təhvil. Əgər məsələni şişirtmək və qorxulu halda bir əzəmətin bildirmək istəyir, qorxuducu formada. Təhvil hovuz sözündən də vəhşətnak, dəhşətnak bu. Onu bildirmək istəyir. Kəqavlihi Teala. Məsələn, deyir ki, fəğəşiyəhum minəl yəmmi ma qəşiyəhum. Yəm yəni dəniz. Elə ki, Fironun adamları o dənizin içində boğulmağa başladılar. Musa əleyhissalam adamları keçdi. Fironun adamları daxildən sonra dəniz birləşdi bir-birinə. Fəğəşiyəhum minəl bəhri. Yəni yəm yəni bəhr. Minəl bəhri ma qəşiyəhum. Deyirdi fəğəşiyəhum minəl bəhri ya fəğəşiyəhum minəl yəmmi əl-əmvac əl-kəbirə. Elə ya yox. Əl-azimə. Bu cür deyə bilərdi. Onlar dənizin ortasında qalanda dəhşətli dalğalar onu əhatə elədi. Deyə bilərdi. Fəğəşiyəhum minəl-əmvaci ma əzəməhə məsələn. Amma demədi. Fəğəşiyəhum minəl-yəmmi ma qəşiyəhum. Bürüdü, batırdı onlar, örtbastır elədi minəl-yəmmi dənizdən ma o şey ki qəşiyəhum. Onlar əhatə elədi. Niyə orada məsələn mavc sözü işlətmədi, ma işlətdi, ma. O şey ki. Niyə ismi mevsul işlətdi? Özdə ma işlətdi orada. Fəinnəl ibham fil məqam. Deyir, çünki bu məqamda ibham eləmək, mübhəm eləmək, qaranlıq qoymaq yətrukun nəfsə təzhəbu kullə məzhəbin. Yətrukun nəfsə, nəfsi buraxır, yəni hər şəxsi özü öhdəsinə buraxır ki, hara qədər fikir gedə bilir getsin. Hərə bir cür Fironun boğulmağını təsəvvür eləsin. Onun o deyək, o qoşununun, onun vəzirinin, vəkilinin, atlarının, arabalarının batmağını bir cür təsəvvür eləsin. Əgər özü desəydi, mümkündür hamı eyni cür fikirləşir. Allah o xofu, o dəhşəti, vəhşəti yaratmaq üçün buraxırdı. Qəşiyəm, ma qəşiyəm. Necə təsəvvür eləsin, elə gör nə boğulursan. Necə boğulursan? Sən də öz aləmində boğ Fironu. Gör necə boğulursan, nə cür dalğaların içində boğulursan. Yətrukun nəfsə, nəfsi buraxır. Təzhəbu, nəfs getsin, kullə məzhəbin, hara gedə bilir getsin. Haythu innehu yushir ennema ghashiyahum, belə ki işarə elə ki onları əhatə edən, o bürüyən, o üstün örtbastıran su ki vardı. Qad bələğə minəl izami, o böyle bir həddə çatdı ki bihaythu la tudrək. O dərk olunmaz ki nə boydaydı o tufanı, o dalğalar. Və la təfil ibarə bi bəyanihi, və ibarənin, yəni cümlənin bəyana qüdrəti yoxdur onu ifadə eləsin ki, onlar necə bədbəxt olurlar, suyun içində boğuldular, qırıldılar, batdılar. O qədər dəhşətli, vəhşətli, əzəmətli idi ki, cümlənin onu ifadə eləmə gücü yoxdur. Sanki Allah buna görə ma qəşiyəhum dedi. Onu açılmadı həqiqətin ki, o əzəməti bildirsin. Ət-tənbih müxatab yəti inşallah. Elhamdülillah Rabbil aləmin. Və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.